Səfəvilər dövlətinin necə yarandığını bilirdinizmi? Bəs bu sülalənin etnik mənşəyinin türk olmasından necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində Ağqoyunlu dövləti zəifləmişdi. Bundan istifadə edən Səfəvilər Ağqoyunluları məğlub edərək 1501-ci ildə Azərbaycan tarixində yeni bir səhifə açıb Şah İsmailin öndərliyində nəhəng bir imperiyanın əsasını qoydular. Səfəvilər dövləti 1501-ci ildə yaradılsa da, onun kökü hələ Hülakilər dövlətinin mövcud olduğu 13-cü əsrin sonlarına qədər uzanır. Ona görə də Səfəvilər dövləti haqqında söhbətə başlamazdan əvvəl gəlin bu sülalənin Ərdəbil şəhərindəki fəaliyyətindən, dini kimlikdən siyasi bir təşkilata çevrilməsindən danışaq. Əvvəla onu deyim ki, Səfəvi adı Şah İsmailin ulu babası olan Şeyx Səfiyyətdindən gəlir. 1252-ci ildə Ərdəbildə doğulan Səfiyyətdin öz dövrünün görkəmli alimlərindən biri olan Şeyx Zahid Gilaninin tələbəsi olub. Zahidiyyə təriqətinin banisi olan Şeyx Zahid qızı Fatiməli tələbəsi Səfiyyətdinə ərə vermişdi. Şeyx Zahid kürəkəni Səfiyyətdinə doğma oğlu qədər güvənib etibar edirdi. Hətta o, ölməmişdən əvvəl Səfiyyətdini özünün yeganə varisi təyin etmişdi. 1301-ci ildə Şeyx Zahid Gilani vəfat etdi. Bundan sonra təriqətin başına Şeyx Səfiyyətdin gəldi və bu dövrdən etibarən dini orden Səfəviyyə adı ilə tanınmağa başladı. Həmin dövrlərdə Azərbaycan torpaqlarında İslamı rəsmi şəkildə qəbul etmiş Hülakilər dövləti hökmranlıq edirdi. Hülakilər Səfəviyyə təriqətinin nümayəndələrinə hörmətlə yanaşırdı. Hətta Hülaki hökmdarlarının bir neçəsi Şeyx Səfiyyətdinin qonağı da olmuşdu. Şeyx Səfiyyətdinin etnik mənşəyinə gəlincə, sülalənin milli kimliyi ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilib. Amma əksər alimlər Səfəvilər sülaləsinin türk mənşəli olduğu fikrindədir. Bu fikirdə olanlardan biri də görkəmli şərqşünas Vasili Bartoltdur. O hesab edir ki, Səfəvilər sülaləsinin kökü tərəkəmə türklərinə uzanır. Digər bir rus şərqşünası İlya Petruşevski də bu fikri təsdiqləyərək Səfəvilərin türk olduğunu bildirib. Stat: İlk Səfəvi şeyxləri Ərdəbildə yaşayıblar və onların ana dili türk dili olub deyə İlya Petruşevski qeyd edib. O dövrün dəyərli mənbələrindən biri olan Səffətü Səfada Şeyx Səfiyyətdin Ərdəbili türk piri adlandırılırdı və şeyxin türk kəndində yaşadığı və türk şagirdlərinə xidmət etmək üçün onlara ağ çörək və bal təqdim etməsi qeyd olunurdu. Şeyx Səfiyyətdinin sorağı uzaq Misirdən Hindistana, Anadoludan İraqa kimi bütün şərqə yayılmışdı. Şeyx Səfiyyətdin 1334-cü ildə Ərdəbil şəhərində dünyasını dəyişdi və elə burada da dəfn olundu. Onun məzarının üzərində türbə inşa edildi. Sonrakı dövrlərdə vəfat edən Səfəvi şeyxlərinin bir çoxu məhz burada dəfn olunublar. Şeyx Səfiyyətdin öldükdən sonra təriqətin başına onun oğlu Şeyx Sədrəddin gəldi. 1334-1391-ci illərdə Səfəvi təriqətinin rəhbəri olmuş Şeyx Sədrəddin qızılbaşların ideologiyasını daha böyük kütlələrə yaymağı bacardı. 1391-ci ildə Şeyx Sədrəddin vəfat etdi. Onun yerinə hakimiyyətə oğlu Şeyx Xacə Əlayəddin Əli gəldi. 1391-1424-cü illərdə Səfəvi təriqətinin lideri olan Şeyx Xacə Əlayəddin Əlinin Əmir Teymurla dostluq münasibətləri var idi. Məhz bu dostluq sayəsində Şeyx Ərdəbildəki hakimiyyətini qoruyub saxlaya bilmişdi. 1424-cü ildə oğlu İbrahimi öz yerinə rəhbər təyin edən Şeyx Xacə Əlayəddin Əli müqəddəs ziyarətgahlara yollandı və 1429-cu ildə həcc ziyarətindən qayıdarkən Qüds şəhərinin yaxınlığında vəfat etdi. 1424-1447-ci illər aralığında Ərdəbil hakimi və Səfəvi təriqətinin lideri olmuş Şeyx İbrahimin hakimiyyət dövründə Qaraqoyunlu dövləti Azərbaycan torpaqlarını idarə edirdi. Şeyx İbrahim də Qaraqoyunlularla müttəfiq idi.
Belə ki, 1440-1441-ci illərdə Qaraqoyunlu hökmdarı Cahanşah Gürcüstana yürüş edəndə Şeyx İbrahimin komandanlığındakı Səfəvilər də bu yürüşdə iştirak etmişdilər. 1447-ci ildə Şeyx İbrahim vəfat etdi. Şeyx İbrahimin vəfatından sonra onun oğulları Cəfər və Cüneyd hakimiyyət uğrunda mübarizəyə başladılar. Bu mübarizədən Cüneyd qalib ayrıldı. 1447-1460-cı illər aralığında Ərdəbil hakimliyinin şeyxi olmuş Cüneydin hakimiyyəti illərində Səfəvilər dini kimlikdən siyasi bir kimliyə büründülər. Ard-arda Məmlük və Osmanlı dövlətlərinə səfərlər təşkil edən Şeyx Cüneyd Anadoluda özünə xeyli tərəfdar toplamışdı. Artıq onun müridlərinin sayı yüzlərlə deyil, minlərlə ölçülürdü. Ağqoyunlu Sultanı Uzun Həsənin bacısı Xədicə bəyimlə evlənən Şeyx Cüneyd hakimiyyətini daha da möhkəmləndirdi. Artıq Osmanlı və Məmlük sultanları Şeyx Cüneyddən ehtiyat edirdilər. Şeyx Cüneyd hakimiyyətini möhkəmləndirmək və Səfəvi təriqətini yaymaq məqsədi ilə bir neçə dəfə Şirvan və Dağıstan ərazisinə hərbi səfərlər təşkil etdi. Bu yürüşlərin sonuncusunda Şeyx Cüneydin qüvvələri Şirvanşah 1-ci Xəlilullahın ordusu tərəfindən ağır məğlubiyyətə uğradı. 1460-cı ildə Samur çayının sahilində baş verən döyüşdə Şeyx Cüneyd oxla vurularaq öldürüldü. Şeyx Cüneyd öldürüldükdən sonra Səfəviyyə təriqəti xeyli zəiflədi. Atası Şeyx Cüneyd öləndə hələ doğulmamış olan Şeyx Heydər bir müddət sonra dayısı Uzun Həsənin sarayında dünyaya göz açmışdı. Uzun Həsən Heydərin təlim tərbiyəsi ilə şəxsən özü məşğul olurdu. Şeyx Cüneydin oğlu olan Heydər 9 yaşında Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəsbinə xatundan doğulmuş qızı Aləmşah bəyimlə evləndirilmişdi. Azyaşlı Heydər artıq Səfəvi təriqətinin yeni lideri hesab olunurdu. Dayısı Uzun Həsən Qaraqoyunlular və Teymuri Sultanı Əbu Səidlə mübarizəsində zaman-zaman Şeyx Heydərin hərbi gücündən də istifadə edirdi. 1460-1488-ci illər aralığında Ərdəbil hakimi olmuş Şeyx Heydərin hakimiyyəti illərində onun müridləri Qızılbaş adlandırılmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. O dövrlərdə 12 zolaqlı çalma 12 imamı simvolizə edirdi. Şeyx Heydər atasının qisasını almaq üçün dəfələrlə Şirvan və Dağıstan ərazilərinə hərbi səfərlər təşkil etmişdi. İlk iki səfərindən zəfərlə ayrılıb xeyli qənimətlə Ərdəbilə qayıdan Şeyx Heydər bu dəfə Şirvanşahlar dövlətini birdəfəlik tarix səhnəsindən silmək niyyətində idi. 1488-ci ildə süvarilərdən ibarət qoşunu ilə Şirvan üzərinə yürüşə başlayan Heydər, Şamaxı yaxınlığında Fərrux Yasarın qüvvələrini məğlub etdi. Məğlub olan Fərrux Yasar Şamaxıdakı Gülüstan qalasına sığındı və buradan kürəkəni Ağqoyunlu Sultanı Yaquba məktub göndərərək ondan yardım istədi. Səfəvlərin Şirvanı tutduqdan sonra qüvvətlənəcəyini bilən Yaqub, qaynatası Şirvanşah Fərrux Yasarın təklifini geri çevirmədi. O, ən güvəndiyi sərkərdəsi olan Süleyman bəy Bicanoğlunu 50 minlik ordu ilə Şirvana göndərdi. 1488-ci ilin 9 iyulunda Şeyx Heydərin ordusu Ağqoyunlu və Şirvanşahların birləşmiş qüvvələri ilə üz-üzə gəldi. Bu döyüşdə Səfəvilər məğlub oldular, Şeyx Heydər isə həlak oldu. Onun başı kəsilərək Təbrizə, Sultan Yaqubun sarayına gətirildi. Şeyx Heydərin ölümündən sonra Ağqoyunlular onun xanımı Aləmşah bəyimi və övladlarını həbs etdilər. 5 ilə yaxın həbsdə qalan Şeyx Heydərin ailəsi Ağqoyunlular üçün ciddi təhlükə hesab olunurdu. Lakin Şəhzadə Rüstəmin Ağqoyunlu taxtına çıxması ilə işlər bir qədər dəyişdi. Belə ki, Rüstəm Ağqoyunlu taxtı uğrunda mübarizə aparan digər bir şəhzadə Baysunquru məğlub etmək istəyirdi. Rüstəm bu məsələdə həbsdə olan Səfəvilərin gücündən faydalanmaq niyyətində idi. Çünki Səfəvilərin kifayət qədər tərəfdarları hələ də həbsdə olan Şeyx Sultanəlinin yolunu gözləyirdi. Sultanəli Ağqoyunlularla döyüşdə öldürülmüş Şeyx Heydərin böyük oğlu idi və həbsdə olmasına baxmayaraq o Səfəvilərin yeni lideri hesab olunurdu.
Əsas rəqibi Baysunquru məğlub etmək istəyən Ağqoyunlu şəhzadəsi Rüstəm Mirzə Səfəvilərin lideri Sultanəlini və onun ailəsini azadlığa buraxdı. 1493-cü ildə Əhər yaxınlığında Ağqoyunlu Rüstəm Mirzə və Səfəvi Sultanəlinin birləşmiş qüvvələri Şirvanşahlardan hərbi dəstək alan Baysunqurun ordusunu darmadağın etdi. Şəhzadə Baysunqur döyüş zamanı həlak oldu. Bu qələbənin qazanılmasında Səfəvilərin xüsusi rolu olmuşdu. Bu da Ağqoyunlu Sultanı Rüstəmi narahat edirdi. Çünki o Səfəvilərin lideri Sultanəlinin güclənməsindən ehtiyatlanırdı. Ona görə də Sultan Rüstəm əsas rəqibi Baysunquru məğlub etdikdən sonra Sultanəliyə qarşı siyasətini dəyişdi və Səfəviləri təqib etməyə başladı. Bu da Ağqoyunlu Səfəvi toqquşmasını qaçılmaz edirdi. 1494-cü ildə Ərdəbil yaxınlığındakı Şəməsi adlı yerdə baş verən döyüşdə Ağqoyunlular Səfəviləri ağır məğlubiyyətə uğratdı. Döyüş zamanı Səfəvi lideri Sultanəli həlak oldu. Onun bir sıra ailə üzvləri həbs edildi. Amma bununla belə Səfəvilərin tərəfdarları Sultanəlinin qardaşları İsmail və İbrahimi Ərdəbildə gizlətməyə nail oldular. Bu tarixdən etibarən 7 yaşlı İsmail Ərdəbil hakimliyinin və Səfəviyyə təriqətinin yeni lideri hesab olunurdu.